Şairə xanım İsmail qızı nəvəsinin universiteti bitirməsi münasibəti ilə paylaşım edib. O, nəvəsi Nuray Həsənovanın İstanbuldakı Koç Universitetini bitirdiyini bildirib və onun fotolarını izləyiciləri ilə bölüşüb. Xanım İsmail qızı paylaşımında nəvəsini təbrik edərək bunları yazıb. Biz məzun olduq. İstanbul Koç Universiteti. İlkimin ilki, fidanımın birincisi, gözümün işığı Nuray Həsənova. Səni çəkdiyim bu şəkillərlə təbrik edirəm. Gözün aydın Fidan Əliyeva. Sənə həmişə fərəh gətirsin. Zəhmətinin bəhrəsini görəsən, ölkəsinə, ailəsinə xeyirli evlad olsun. Babanın, nənənin gözəli, sevinci, yolun açıq olsun quzum.